19 noyabr Dünya Qadın Sahibkarlığı Günü münasibətilə Bakıda Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə Women's Entrepreneurship Summit 2025 keçirilib. Yeni Çağaz xəbər verir ki, sammitin açılışında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Kobiyanın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov və şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova çıxış ediblər. İnnovasiya, rəqəmsal transformasiya, insan kapitalının inkişafı və liderliyi mövzularında panel müzakirələr keçirilib. İlk panel müzakirədə müxtəlif sektorlardan qadın liderlər öz təcrübələrini bölüşüblər. Müzakirələrdə qadınların rəhbərlikdə rolu, beynəlxalq əməkdaşlıq imkanları və yeni biznes seriallıqları diqqət mərkəzində olub. İnnovasiya, investisiya və təsir gücü. Qadınlar innovativ iqtisadiyyatın ön cəbhəsində. Panelində qadınların innovasiya ekosistemində rolu, startap mühiti, rəqəmsal iqtisadiyyat və data yönümlü qərar vermədə iştirakçıları müzakirə olunub. Ekspertlər innovativ biznes modellərinin qurulması, ekosistemdə qadın iştirakının artırılması və investisiya imkanları haqqında çıxış ediblər. Sonuncu panel müzakirədə isə iştirakçılar şirkətlərin dəyər əsaslı idarə etmə modelinə keçidi, korporativ rifah, gender bərabərliyi və HR sahəsində qlobal tendensiyalardan bəhs ediblər. We Impact Awards 2025 çərçivəsində qadın sahibkarlığının inkişafına töhfə verən şəxslər və təşkilatlar mükafatlandırılıb. Biz birlikdə daha güclüyük şüarı altında keçirilən summit iştirakçılara geniş şəbəkələşmə imkanı təqdim edib. Müxtəlif biznes platformaları arasında yeni əməkdaşlıqların qurulmasına şərait yaradıb. Bu gün Azərbaycan HR İnstitutu və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə təşkilatçılığı ilə Qadın Sahibkarlığı Sammiti tədbiri keçirilir. Qürur hissi ilə bildirmək istəyirəm ki, ölkəmizdə ilk dəfə Qadın Sahibkarlığı günündə Azərbaycanın ən uğurlu qadın sahibkarları, biznes liderləri, HR rəhbərləri bir araya yığılıb. Bugünkü tədbirdə məqsədimiz qadın sahibkarlığının inkişafına dəstək vermək, Azərbaycanda qadın sahibkarlığının innovativ həllərini və daha da genişlənməsi üçün öz töhfəmizi verməkdir. Bu tədbirə tərəfdaş olan, dəstək olan bütün dövlət qurumlarına, özəl şirkətlərə təşəkkür edirik və şüarımız biz birlikdə daha güclüyük və inanıram ki, Azərbaycanın, cəmiyyətimizin, qadınlarımızın, qadın sahibkarlığının inkişafı naminə biz birgə gücümüzlə buna nail olarıq. Çox sağ olun, təşəkkür edirəm.